İslam səni məhdudlaşdırmır. Əks cinslə arandakı bağ halal olana qədər təmas qurmağını qadağan edir. Çünki nəfsinə məğlub olmağın peşmançılığını yaşamağını istəmir. Səni səndən uzaqlaşdıran sərxoşluğu qadağan edir. Çünki ağlın yerində deyilkən şuursuz bir səhvin təsirində qalmağını istəmir. Faizin belə qazandırdığı pulun hüzur verməyəcəyini söyləyir. Buna görə də ilahi qaydaların əsas məqsədi səni məhdudlaşdıran bir maneə deyil, öz ehtiraslarının üzündən ortaya çıxan psixoloji problemlərə qarşı ağılmış bir tədbirdir. Həyatdakı hər qərar və nəticə tamamilə sənin nəzarətinə buraxılsaydı, bu peşmançılığın yaradacağı zehni yükün altında əzilməzdinmi? Sən bu qaydaları həyatından çıxarıb atanda daha azad olmursan. Sadəcə yaşayacağın peşmançılığı təxirə salırsan. Ona görə də bu etiqad sistemi səni dünyaya həbs etmir. Fani şeylərə artıq məna yükləyib yarı yolda qalanda yaşayacağın xəyal qırıqlığının qarşısını alır. Unutma ki, nəfsinin edərkən narahatlıq duymadığı şeylər səni zehni olaraq təmin etsə də, vaxtı gələndə ilahi əmrlərə və qadağalara nə üçün əməl etməli olduğunu xatırla.